təkrar hissəsinə baxın. Başla, hə. Deməli. Bu dəfəki mövzumuz ümumiləşmək və ümumiləş olmayan sözlər olacaq. Bax, sözlər işlənmə dairəsinə görə iki yerə bölünürlər. İşlənmə dairəsi nədir? Az işlənməsinə görə, çox işlənməsinə görə bölünürlər iki yerə. Ümumiləş sözlər, sizdə çox işlənər, az işlənər. Çox. Bax, ümumi işlər. Yəni, ümumi hər kəs tərəfindən işlədilən və ya hər kəs tərəfindən işlədilə bilən sözlərdir. Bunlara nə dedik? Ümumiləş sözlər dedik ki, bu günləri bizim nitqimizdə olan, istifadə etdiyimiz sözlər, ümumiləş sözlər hesab edirlər. Bir də var, ümumiləş olmayan sözlər. Yəni, bu sözlər bizim gündəlik həyatımıza daxil olmayan sözlərdir. Yəni, biz bunu hər kəs tərəfindən işlətsək də, bu sözcükləri işlətsək də, hər kəs tərəfindən başa düşülməyəcək sözlərdir. Bunlara nə deyirik? Ümumiləş olmayan sözlər. Ümumiləş olmayan sözlər də özü 4 qrupa bölünür. Biz onları ikisini öyrənəcəyik. Yaxşı, 4 qrupa bölünür. Biz onları ikisini öyrənəcəyik. Birincisi, bəli, terminlər. İkincisi, könlənmiş sözlər və arxain də deyirlər. Könlənmiş sözlər. Üçüncüsü, dialektlər. Dördüncüsü ise neologizmler və yeni sözlər. Neologizmlər. Uşaqlar, mən bu 3 ilə 4-lük qısa deyimlərdir. Geniş bunları izləyəcəm. Anlarında olsun deyə deyirəm. Dialektlər müəyyən bir bölgədən, müəyyən bir ərazidə işlədilən sözlərdir. Müəyyən bölgə ilə bağlı sözlərdir. Bunlar haqqında öyrənməyəcəyik. Neologizmlər isə ilə daxil olan yeni sözlərdir ki, bunları da biz öyrənməyəcəyik. Yəni, 3 ilə 4 bizim mövzumuz deyil, mövzumuz terminlərdir. Terminlər. Müəyyən ixtisas, peşə sahəsinə məxsus olan sözlərə deyirlər, terminlər. Məsələn, Azərbaycan dilinin özünə məxsus terminləri var. Məsələn, isim var, sifət var, fonetika var, leksika var, antonim var, sinonim var. Bunlar Azərbaycan dilinə məxsus olan nələrdir? Terminlərdir. Məsələn, fizikanın özünə məxsus terminləri var. Kim sayır bilər fiziki terminlərdən? Sayır. Fiziki termin. Həcm, vahid, riyaziyyatın özünə məxsus terminləri var. Əqob, əkyob, kökaldı, kəsirdi və s. Yəni, bunlar məsələn deyirəm, mən Azərbaycan dili müəllimiyəm, mən şua nəyə deyim, bilməyə bilərəm də. Riyazi termindir, şua, başlanıcı olan, sonu olmayan bir xəttə deyirlər. Parçanın tərinini bilməyə bilərəm də, yəni mən Azərbaycan dili müəllimiyəm, riyaziyyat müəllimi deyirəm ki, və yaxud da sizin riyaziyyat müəllimimiz, Allah şükür müəllim olsun, nə var, zahid müəllim olsun, bunlar sinonimin olmasını bilməyə bilərlər də, çünki bu Azərbaycan dilinə məxsus olan bir termin. Aydın oldu. Və s. Yəni, terminlər müəyyən ixtisas sahəsinə məxsus olan sözlərdir. Başa düşdünüz? Elə sözlər var ki, həmin sözlər həm termin kimi işlənirlər, həm də ümumiləş söz kimi işlənirlər. Məsələn, sifət. Məsələn, gəlib məndən soruşsalar, səbir gəlib soruşsa ki, müəllim, sifət nədir? Deyəcəm, əşyanın əlamət və keyfiyyətini bilən hissəsi. Amma səbir gedir, yolda tanımadığı bir adamdan soruşsa, adi bir, sadə vətəndaşdan soruşsa ki, sifət nədir? Deyəcəm, doğrudur sifət. Elə deyil. Çünki onun üçün ümumiləş olan söz olan bu sifətdir. Mən üçün ama, mən Azərbaycan dil müəllimiyəm. Sən gəlib məndən bu sifəti soruşmazsan, məndən soruşsan, hissəsiyyəti soruşarsan. Elə deyil, odur. Və yaxud da zərf olsun, zərf. Zərf nədir? Məktubzat qoyurlar, onun qabıdır. Bu, məsələn, gedib babadan soruşsun ki, ay baba, zərf nədir? O sana deyəcək, pul qoyurlar, məktub qoyulan qabılədir. Amma gəlib məndən soruşsun zərf nədir?
mən zərfini durub biz qısasını tərtib edəcəm. Yəni bu həm termindir, həm ümumiləşmə kimidir. Və uzağa getmirəm, bax, ged evdə soruş Allah şükür müəllimdəki deyirəm, ay Allah şükür müəllim, bucaq nədir? Bucağın sənə tərtib edəcək. Düzdür. Sonra avtomatik olaraq babamdan soruş, deyirəm, bucaq nədir? Babam öyrətməli deyil ki, evin bucağını göstərəcək, bu hissəni. Başa düşdür. Yəni, o terminlər, müəyyən ixtisaslar ki var, o ixtisas sahəsindən məxsus olan şəxslər ki var ki, məsələn, fizikaya aid olan şəxsdən termin sorsan, fizika termini deyəcək, Azərbaycan dili, Azərbaycan dili termini deyəcək. Yəni, müəyyən ixtisas, peşə sahəsindən məxsus olan sözlərdir. Aydın oldu? Bəli. Bildiniz terminlərdir? Bəli. Çox gözəl. Termin kimi olan sözlər uyum ola bilərdir? Bəli, müəllim. Yalancı gözünü çıxayım. Bəli, müəllim, bəli, müəllim. Sifət, ondan sonra bucaq, zər, bunlar nə idi? Sən hara qulaqsın? Hayır var. Gəldik köhnəlmiş sözlərə. Köhnəlmiş sözlər, özlə bölürlər iki qrupa. Arxaizm, və tarixizm. Baxın, arxaizm var, tarixizm var. Arxaizm nədir, tarixizm nədir? Arxaizm köhnədə qalmışdır. Köhnəlmişdir. Stəkinlərdir, elə. Deməli, bunların fərqi nədir? Tarixizm odur ki, tarixizm müəyyən bir tarixi dövrlə bağlı olur. Bu söz bizim dilimizdə işlənir. Sonra həmin tarixi dövr bitib, söz də ölüb çıxıb gedir. Söz ölüb, çıxıb gedir. Məsələn, deyək, 1990-cı illərdə bolşevik var idi Azərbaycanda. Bolşevik, menşevik deyən bir söz var. İndi bolşevik var, menşevik var. Əvvəl tarixdə iqta vergisi var idi, vəqf vergisi var idi. İndi var elə vergisi. Bunlar tarixlə bağlıdır. Oldu, öldü, çıxı getdi. Bu tarixizmdir, müəyyən bir dövrlə bağlıdır. İndi bu dövrdə də elə sözlər var ki, 20 il sonra, 50 il sonra heç bu sözə əhliyyət devam edir. Yəni, köhnəlmiş söz, belə bir şey yoxdur. Başa düşdünüz. Arxaizmlər isə elə deyil. Arxaizmlər olur dilimizdə. Olur. Bax, məsələn, ayaq sözü yazır. Ayaq. Bu söz bizim dilimizdə qədimdə olur. Qədimdə ayaq sözü verildi, badə mənası. Badə. Məsələn, stakanda indi altında badə bu həmin mənanı verir. Badə. Ondan sonra bax gəldi, tarixi dövr dəyişdi. Bu ayaq sözü öldü dilimizdə, yoxa çıxdı, işlənməz. Təzlənən dilləndi, ayaq oldu bədənimiz. Başa düşdünüz? Və yaxud da dəli sözü. Mənim əsəblər dəli sözü igid mənasını verirdi. İgid mənasını verirdi. Sonra bu söz dilimizdə öldü. Ayrıldı başına xarab mənasını. Başa düşdünüz? Yəni, bu söz arxaizm, arxaizmdə olur dilimizdə. Sonra ölür, dillərdə başqa adlanır. Bəli. Başa düşdünüz? Yəni, qısaca desək, dilimizdə olan arxaizmlərin müasir dilimizdə qarşılığı var. Onu əvəz edən bir söz var. Əvvəl, məsələn, suç deyirlər, indi günah deyirlər. Əvvəl tanıq deyirlər, indi şahid deyirlər. Yəni, əvvəl işlənən sözün bu günləri, türklərdə qalıbdır, bu günləri bizim dilimizdə, müasir dilimizdə qarşılığı var. Başa düşdünüz? Bildiniz ki, önermişsiniz, arxaizm, tarixizmlərdir. Qalım yoxdur ki. Keçəyik, frazeoloji birləşmələri. Bax, bura elə bil ki, frazeoloji birləşmələr. Uşaqlar, frazeoloji birləşmə nədir? Mən bir dənə olaraq söz yazım. Siz deyin, mən yazım frazeoloji birləşmə. Cin axına bilməm. Mən məsəbləşmək. Cin axına. Gün oxuyayım. Gün oxuyayım. Qulaq, Dil oxuyayım. dil oxuyur. Ağzına sual qoxuyayım. Bunlar bəs, mən bir dənə siz işləminiz, ev yox, xətinizə dəymədir, yazın. İndi, uşaqlar, frazeoloji birləşmə nədir? Tərəflərindəki sözlər, cin, min, qulaq, dil oxuyur sözlər
birləşərək digər sözlərlə, baxın, cin, at və minmək sözləri birləşərək bir mənanı, məcazi məna yaradaraq bir mənanı ifadə edən sözlərə frazoloji birləşmələrdir. Yaxşı, baxın, frazoloji birləşmələr hamısını yox ha, böyük əksəriyyətini bir sözün əldə etmək olur. Bunlar cümləzə kimi bir cümləz olurlar. Bunların leksik mənası olur. Nitq hissəsi olaraq adətən hesab edirlər. Təhlil zamanı bunlar parçalanırlar. Daha sən burada cin sözünü isim deyə bilməzsən, at sözünü isim deyə bilməzsən, minməkə feil deyə bilməzsən. Bu çünki birlikdə bir dənə feil sayılır. Aydın oldu. Yəni bunlara durub atına sözünə yönlü çaldı olan isim deyə bilməzsən, cin atına minmək. Deyərsən ki, aslı tərəfi yönlü çalılır. Belə bir şey yoxdur. Əsas tərəfi yoxdur, aslı tərəfi yoxdur. Cümlə cümlədir, bir dənə cümlədir. Yaxşı, buna nə deyirik? Buna deyirik, frazoloji birləşmə. Frazoloji birləşmələrdə də uşaqlar homonimlik var, sinonimlik var, antonimlik var. Frazoloji birləşmənin sinonimi də nə olmalıdır? Bax, cin atına bilməklə əsəbləşmək eyni mənanı ifadə etsələr də frazoloji deyirlər. Niyə? Çünki əsəbləşmək bir sözdür. Həm də frazoloji deyil. Yəni, cin atına bilmək məcazidir, elə deyil. Cinin atı var, belə oturasın var. Ay, cin atı, mən sənə bilmişəm, gedirəm. Belə bir şey var. Yoxdur ki. Bu, məcazidə işlənir, elə deyil. Baxın, cin atına bilmək, nə oldu? Əsəbləşmək. Bir fazla. Bunlar əsəbləşməklə sinonimdirmi? Xeyr. Cin atına bilmək sinonim olar. Hirsi, başına, vurmaq. Müəllim, bəs hirsi boğmaq olar, müəllim? Zəncir, çeynəmək. Nə qalə? Müəllim, nədir? Yadımdan çıxdı. Deməli, hirsi vurmalıdır deyəsən. Bəli, müəllim. Hirsi vurmaqda olar. Bəli, hirsi başına vurmaq, hirsi vurmaq. Baxın, cin atına minməklə, zəncir çeynəmək və yaxud da hirsi başına vurmaq eyni mənanı ifadə edir. Eyni mənanı ifadə edirsə və hər ikisi də məcazidir, yəni hər ikisi də frazolojidirsə, sinonimdir. Amma əsəbləşmək eyni mənanı ifadə edir. Sinonim sayılır. Ona görə ki, əsəbləşmək nədir? Bir sözdür. Frazoloji birləşmək deyil. Yaxşı. Aydındır. Çox gözəl. Bunların eyni qayda antonimlər içində keçərlidir. Frazoloji birləşmənin antonimi də nə olmalıdır? Frazoloji birləşmə olmalıdır. Bax, məsələn üçün, pilotu yeməyin antonimi nə olar? Susmaq. Danışmamaq. Yaxşı, çox danışmaq. Danışmaq. Bu, pilotu yeməyin mənası çox danışmaq. Bu antonimi deyil abi. Pilotu yeməyi kimə deyirlər? Çox danışmaq. Dayanmır. Buna deyirlər çox danışmaq. Yaxşı. İndi sizə sual verirəm. Pilotu yeməyin sinonimi çox danışmaq olar mı? Xeyr, olmaz. Çox danışmaq məcazidir mi? Bəli. Yox, var mı? Arası məcazidir. Çox danışmaq məcazi deyil. Pilotu yemək, çox danışmaq. Pilotu yemək sinonimi olar, dil ötmək. Dil ötmək. Bu frazoloji birləşmələrin tərkibində mütləq nə olur? Məcazilik olur. İndi bunun antonim olar, ağzına soğuk oturmaq və yaxud da ağzını yıxıllamaq. Məcazilik. Aydın oldu? Bəli. Çox güzel. Gedək frazoloji homonimlərə. Deməli uşaqlar, frazoloji homonimlərimiz ən azı 2 dənə məcazi mənası olmalıdır. Ən azı 2 məcazi mənası. Bir neçəsini yazacaq. Bir neçəsini. Məsələn, üz vermək. Üz vermək. Söz vermək. Söz vermək. Can vermək. Can vermək. Ürəyə yanmaq. Ürəyə getmək. Gəl. Ürəyə getmək. Sonra başa vurmaq. Başa vurmaq. İşə düşmək.
işə salmaq. İndi, baxın burada uşaqlar. İndi yazdıqlarımızı onsuz da bunlar ən çox işlənən elə bunlardır. Cana gəlmək yaxşıdır. Yazaq, cana gəlmək deyəcək. Cana gəlmək. Bax, gələn nəfər sizdən bu 9 dənə frazeoloji birləşmənin mənasını hamısı soracaq. Əzbər soracaqlar. Deməli, bax, evdə yazarsınız. Evdə. Deməli, baxın, üz verməyə iki mənası var. Biri, deyirsən ki, filan kimsə üz verirsən, aslar istəyir. Yəni, hörmət edirsən, gəlib adam verməlisən. Düzdür, biri bu mənası. Bir də var üz vermək. Məsələn, bizə bədbəxt hadisə üz verir. Baş vermək mənası. Hər ikisi məsələn. Sonra söz vermək. Mənim kiməsə danışan mikrofonu söz verirsin. Ayso, mikrofonda söz vermək, bu oldu bir, məcazi mənada. Bir də ki, uğur söz verim ki, gələn dəfə dərsə hazır gələcək. Bu nə oldu? Həqiqi, bu da məcazibdə. İki məna oldu mu? Oldu. Deməli, frazeoloji homonimdir. Can verir. Bu var, ölmək. Filankəs ölüm ayağındadır, can verir. Bu bir mənası. Bir də həkim ölən xəstəyə can verir, onu dirildir. Diriltmək mənasında. Düzdür? Kiməsə ürəyin yanır, mənim yazıqlığın gəlir. Bir var, susamaq mənasında. O deyir ki, ciyərim yandı. Ciyər dedi, ürəyim yandı. Bir odur. Bir də bəli, Uğurun dediyi kimi, kiməsə yazılır. Halına baxırsan, ürəyin yanır. Yaxşı da, o mənada işlədir. Sonra ürəyi getmək, ayaq. Bəli, kimisə çox, filan kəsdən sonra ürəyim gedir. Çox Sino gedir. Çox istəmək mənasında. Bir də var ürəyi getmək, bir də var ürəyi getmək. Huşu getmək. Huşu itirdi. Bəli. Huşu itirdi, getdi, ürəyi getdi. Sonra, başa vurmağın üç mənası var. İkisi homonimdir, biri yox. Bax, Bir var məktəbi başa vurmaq. məsələn, əli gəl bura. Bax, indi, fikir verək, gəl bura. Baxın. Bu başa vurmaq. Həqiqi məcazi deyil. Həqiqi. Aysə, bu frazeoloji birləşmə ola bilər. Baxın bu kamera. Xeyr. Ola bilər. Olmuş mu? Bax bu frazeoloji sayılmaz. Çünki bu həqiqidir. Düzdür? Başa vurmaq. Dərsimizi başa vurur. Bitirdik. Bu həqiqi məcazidir. Məcazi biri bu. Deyirəm ki, yazma gəlir, sənə dönənləri 5 vaxt vermişim. Amma orijinal almışım özlər. 5 var. Qalxınca elədim başına. Düzdür, eləməmiş, o məsələsini deyir. Elədiyimizi qurun başına qalxınca eləyirsə nə oldu? Başa vurmaq. Qalxınca etmək. Başa vurmaq, qalxınca eləmək mənasındadır. Aydın oldu. Bax, bir var qalxınca eləmək, bir var bitirmək. Bunlar əyləş, frazeolojidir, əyləşən qayıtlarından. Amma bu başa vurmaq, nə oldu? Həqiqi mənanı ifadə edir. Frazeoloji birləşmədir. Əyləş. Sonra, işə düşmək, işə salmaq eyni mənanı ifadə edir. Eyni mənanı ifadə edir. Bax, işə düşmək. Bir var, ziblə düşmək mənası. İşə salmaq da həmin o, işə düşmüşük də. Düzdür, bu mənada. Bir də kodlamaq. Maşını kodladın, maşın işə düşdü. Maşını işə saldım. Asarı verdə gel maşını kodladım. Maşını işə saldım. Eyni mənaya gəlir. Cana gəlmək isə. Cana gəlmək. Bezmək mənasında. Cana gəlmişəm. Adam nə qədər pıçıldayar. Düzdür, bu cana gəlmək. Bezmək mənasında. Bir də var, cana gəlmək deyirsən ki, yer baldan kökəlir mümkündən. Cana gəlmək. Düzdür, bu cana gəlmək nə oldu? Kökəlmək mənasını ifadə elədi də. Elə deyilmi? Deməli, bir həqiqi, hər ikisi həqiqi oldu və hər ikisi məcazi oldu və homonim sayılırlar. Elə sözlər də var ki, onların iki mənası var. Məsələn, at oynamaq. Lovğalamaq mənası. İt oynatmaq. Meydan sulamaq. Məndən gülçüsü yoxdur. 8 yazmaq. Yola düşmək. Yola düşmək. Burnunun ucu göynəmək. Ürəyi yanmaq. Burnunun ucu göynəmək. Baxaq. Bunlar hamısı iki məna ifadə edir. Amma ifadə etdiyi mənalardan biri həqiqidir, biri məcazidir.
Ona görə də bunlar ümumi sayılmazdır. O məsələn, at oynatmaq, bir var heyecanlılıq eləmək. Loğlanmaq. Filankəs at oynadır. Düzdür? Bəli. Bu oldu nə? Frazeoloji. Frazeoloji birləşmə. Düzdür? Bəli. Amma deyirəm ki, məsələn, bizim atla oynayan qəhrəmanımız Yusifdir də. Yusif meydanda at oynadırdı. Yəni, atla oynayır da, atı ora çapırdı, bura çapırdı. Həqiqi mənada, elə deyil? Bəli. Aha, deməli, bu nə? Həqiqi Həqiqi mənada. mənada. Olmaz o benim. İt oynatmaq. Kimisə ələ salmaq mənasında. Kimlənsə o doluyurlar ha. Bax, ona nə deyirlər? İt oynatmaq. Kimisə elə ki, doluyursa. Bu olur məcazi mənada. Bir də həqiqətən də iti sıqallayırsan, itlə oynayırsan. Bəli. Meydan sulamaq. Meydanda toz torpaq olur, qabı götürsən, meydanı sulayırsan. Bir var müəllim. Və yaxud da filanla filan sulayırsan. Bəli. Bu olur həqiqi mənada. Bir də var. Məndən Məsələn, bilgisi siz yox. deyək, kimi deyək, Nuray deyək, hə. Heç kəsə qoymur cavab vermək, meydan sulayır. Hamının əvəzində danır, hamının əvəzində yazır, hamının əvəzində köçürdür və s. Bu nə oldu? Meydan sulamaq. Başa düşdünüz? Yəni, bu heyecanlılıq edir də bilmiyorum. At oynatmaqla eyni mənaya gəlir. 8 yazmaq. Bu 8 yazmaq. Bir də biraz içkili adam Aşağı gedir. aşağı gedir. Bax, həmin o 8 yazmaq mənasında. Görə ar adamlar da bəzən 8 yaza gedirlər. Sonra yola düşmək. Məsələn, Mənim başlayıram. deyək ki, əlimdəki qələm yola düşdü. Yola düşdü də. Və yaxud top yola düşdü. Bu həqiqətən düşə bilər. Bəli. Amma deyirəm ki, məsələn, Yusif yola düşdü. Məcazi. Yusif evə getmək üçün yola düşdü. Burada nə problem var ki? Bu məcazidir. Bu yerə çırpılmayıb ki, yola. Yıxılmayıb ki, bu yola düşüb, yola düzəlməkdir. Yola düzəlib gediblər. Bu oldu frazeoloji birləşmə. Burnun ucunu Ben bir başlayalım. Ürək yanmaq. Soyuqdan burnun ucunu oynayırsa, bu olur həqiqi məna. Darıxmaqdan oynayırsa, deyirsən ki, ulan kəs uşaqdan sayır, nə bilir, burnun ucu göynəyir. Darıxır, mənası ifadə edir. Bu olur nə? Məcazi məna, frazeoloji. Aydın oldu. Bəli. Yəni, burada demir ki, etimologiya nədir? Etimologiya sözlərin mənşəyini öyrənir. Necə yaranmasını. Məsələn, bunu qısa deyəcəm. Qardaş sözü yazı gəlib demişdim ha sizə. Qardaş hardandır? Qarın daş sözündəndir. Yəni, qarın yoldaşı mənasını ifadə edir. Aydın oldu. Qarın yoldaşı. Qardaş, qarın yoldaşı mənasını ifadə edir və sadə sözdür. Oradan da deyir ki, qar sözündə, qardaş sözündəki qarın, daş isə yol şəkilçidir. Boşalıq bildirən şəkilçidir. Deməli, qardaş sözü etimoloji baxımından getdik, biz onun etimologiyasını araşdırdık, gördük, haradan yaranır. Sözün necə yaranmasını göstərir. Aydın oldu. Yekunlaşdıra bilərsin.